adi bir ehtiyatsızlıqdan, mərhumun qardaşım ehtiyatsızlıqdan güllə açılıb, qarın nahiyəsinə dəyib. Elə yerindəcə bilmirəm, indi xəstəxanaya da gətirəndə rəhmətə gedim. Bizə də elə kətdə olanda, biraz aramız olduğumuza görə zəng elədilər, dedilər, gəldik. Hadisədir də. Bəli, qan axmadan da, yəni xəsarət alıb da, o qoşulurlar, tüfəngdir deyirlər. Açılıb, mərmilərin hamısı yaxın məsafədən dəyib qarın nahiyəsinə. İçəridə bir salamat bir yer qoymayıb. Necə adam idi rəhmət? Rəhmətlik çox sakit adam. Dediyim kimi, kətdə də hamı tanıyır. Heç dindirməsən, dinən adam deyir. Bəlkə 100 kəlmədə bir dəfə söz deyər, deməz. Belə də.